إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء، واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم، ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد، فإن أصدق الكتاب كتاب الله، وخير الهدي هدي محمد صلى الله عليه وسلم، وشر الأمور محدثاتها، وكل محدثة بدعة، وكل بدعة ضلالة، وكل ضلالة في النار. وبعد. Aziz müsəlmanlar, birinci özümü və sizləri Allahdan qorxmağa çağırıram, təqvalı olmağa çağırıram. Təqvalı olmaq cənnətə daxil edən ən böyük səbəblərdən biridir. Rasulullah sallallahu aleyhi və səlləmin səhabələrindən biri onun yanına gəlib soruşur: Ey Allahın Rasulü, insanları cənnətə daxil edən ən çox əməl hansıdır? Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, təqvallah və husnul xuluq, Allahdan qorxmaq, təqvalı olmaq və gözəl axlaq sahibi olmaqdır. Əziz müsəlmanlar, bugünkü xutbəmizin mövzusu bu cənnətə salan səbəblərdən biri olan gözəl əxlaq barədədir. İnsanın hansı əxlaq üzərində olması barədədir. Əxlaq təkcə kənar insanlarla gözəl davranmaq deyil. Əxlaq insanın İslam ədəbi üzərində yaşamasıdır. İslamın əhkamlarına əməl etməsidir. Və əxlaqın ən birincisi Allah Azze və Cəllə ilə başlayır. İnsan öz Rəbbi ilə gözəl əxlaqda davranması gərəkir. Onun hədlərini qorumaqla, onun əmr etdiyi əməlləri yerinə yetirməklə, onun haram etdiyi məsələlərdən uzaq durmaqla, haramlarından çəkinməklə və insan bu şəkildə gözəl əxlaq sahibi olur. Və əxlaqın fəziləti dilimizdə böyükdür. Ən birincisi Allah Azze və Cəllə insanlara gözəl əxlaqda olmağı əmridir. İnsanlarla gözəl davranmağı əmridir. Və bizə də bəyan edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hansı əxlaq üzərində idi. O, Rasulullah sallallahu aleyhi və səlləmin əxlaqını Allah Azze və Cəllə vəsf edərək buyurur ki, وَإِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ. Həqiqətən sən gözəl əxlaq sahibisən, böyük bir əxlaq üzərindəsən. Və Rasulullah sallallahu aleyhi və səlləmin zövcəsi Ayşə anamızdan soruşurlar ki, Rasulullah sallallahu aleyhi və səlləmin əxlaqı necə idi? Ayşə anamız deyir, kənə xuluquhu Qur'an. Onun əxlaqı Quran idi. Əmmə qərətum fil Qur'an və innəkə lə'alə xuluqun azim. Siz Quranda bu ayəni oxumadınızmı ki, Allah Teala buyurur ki, həqiqətən sən gözəl əxlaq üzərindəsən, böyük əxlaq üzərindəsən. Və müsəlman, mümin olan bir kəs də Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqı ilə əxlaqlanması ona gərəkir. Və həmçinin əxlaq məsələsində Rasulullah sallallahu aleyhi və səlləmin nə qədər hədisləri var. O hədislərindən birində Peyğəmbər sallallahu aleyhi və səlləmə sahabə gəlib soruşur. Deyir, ya Rasulullah, avsini, mənə tövsiyə et, mənə nəsihət et. Peyğəmbər sallallahu aleyhi və səlləm ona cəmi 3 kəlməni vəsiyyət edir. 3 kəlməni tövsiyə edir. O buyurur ki, İttəqilləhə heyzumə kunt. Harada olursan ol, Allahdan qorx. Harada olursan ol, Allah Azze və Cəllənin muraqəbəsini, onun sənə nəzarət etdiyini üzərində hiss et. Bil ki, səni Rəbbin görür. Əl-ləzi yaraqə hiynə təqum və təqallubəkə beynən fissəcidin. Və təqallubəkə fissəcidin. Allah Teala buyurur ki, Allah ki, səni qiyama duranda da görür. Səcdə edənlərlə bərabər, səcdə edənlər görür. Hər bir halından xəbərdardır. O Allahdan qorx. Gizlini də aşkarı da bilən odur. Ondan qorx. Və ikincisi buyurur ki, وَأَتْبِعِ السَّيِّئَةَ حَسَنَةً تَمْحُهَا. Hər pislik etdikdən sonra onun ardınca həmən yaxşılıq et ki, o pisliyi silsin, o pisliyi dəf etsin. Çünki yaxşılıqlar, yaxşı əməllər pislikləri silər. İnnəl həsənət yudhibnə seyyiət. Allah Teala buyurur ki, həqiqətən yaxşı əməllər pislikləri silib uyuyub aparar. Və Rasulullah sallallahu aleyhi və səlləm hədisinin sonunda buyurur ki, وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ. Və insanlarla gözəl əxlaqda davran. İnsanlarla gözəl əxlaqda davran. Və Rasulullah sallallahu aleyhi və səlləmin tövsiyəsi bu olur. Və başqa bir hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, kim zarafatla da olsa yalanı tərk edərsə,
zarafatla da olsa yalanı terk edersə, cənnetin ən aşağı məqamında onun üçün ev zəmanət edirəm. Yəni, anekdot danışmaq, insanları güldürərək yalan danışmaq bu dinimizdə icazəli deyil. İnsan bunu tərk etməlidir. Və Allah üçün bunu tərk edənə də Rasulullah sallallahu aleyhi ve sellem cənnetin ən aşağı yerində ev zəmanət edir. Və sonra deyilir ki, haqlı olduğun halda mübahisəni tərk edənə cənnetin ortasında ev zəmanət edirəm. Yəni, haqlısan, biri ilə mübahisə edirsən, münaqişə edirsən, haqlı olduğun halda susursan. Yəni, haqsız olduğu haldan danışılmır. Haqlı olduğun halda susarsan, qorxduğun üçün deyil, sırf Allah rızası üçün susarsansa, Rasulullah sallallahu aleyhi ve sellem ne deyir? Cənnetin ortasında onun üçün ev zəmanət edir. Bu buyurur ki, və kim əxlaqını gözəlləşdirərsə, cənnetin ən yüksək məqamında onun üçün ev zəmanət edirəm. Subhanallah, baxın, gözəl əxlaqın mənziləsinə baxın ki, gözəl əxlaq sahibi üçün Rasulullah sallallahu aleyhi ve sellem cənnetin ən yüksək məqamında ev zəmanət edir. Həmçinin Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, mümin kişi gözəl əxlaqı ilə gündüzləri oruç tutub, gecələri qiyamda keçirənin savabını qazanır. Yəni iki kişi var, biri gözəl əxlaqı var, digəri isə o ona sahib deyil. O ona nəsib olmuyor, o əxlaq ona sahib olmuyor, lakin gecələri qiyamda keçirir, gündüzləri oruçda keçirir. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, gözəl əxlaq sahibi o insanın savabına nail olur. Baxın, əxlaqın dində hansı mənziləsi, hansı yeri var. Və mümin də çalışmalıdır, gözəl əxlaqa sahib olmalıdır. Və alimlər buyururlar ki, əxlaq ümumiyyətlə iki qismə bölünür. İnsanın doğuşdan olan əxlaqı, yəni Allah azə və cəllə insanı o xislətlə, o xüsusiyyətlə yaradır. Biri də var ki, insanın sonradan qazandığı əxlaqdır. Yəni, necə ki, hədisdə gəlir, sahabə, Peyğəmbər sallallahu aleyhi ve sellemə buyurur ki, yəni Rasulullah sallallahu aleyhi ve sellem həmin sahibi deyir ki, səndə bir əxlaq var ki, Allah və Rasulü onu sevir. Həya və tələsməməkdir, deyir. Həyalı olmaq, bilirsiniz, əxlaqdandır. Deyir, ya Rasulullah, ben bunu kazanmışam mı, yoxsa bu Allah məni bu şəkildə yaradıb? Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Allah səni o şəkildə yaradıb. Və deməli, bəzi insanlar olur ki, baxırsan ki, dini yaşamasa da belə, amma davranışı, insanlarla müamiləsi, yəni və gözəl əxlaqı var. İnsanlarla gözəl əxlaqda davranır. Hərəkətlərinə, əməllərinə fikir verir. Və bəzində olur ki, insan yanlış əxlaqlara sahib olur, lakin hidayət neməti ona nəsib olduqdan sonra özünü islah edir. Bu isə sonradan qazanılan əxlaqdır. Yəni, insan əməlləri ilə, özünü islah etməklə, təbii ki, bu da elmlə olur. Elm öyrənməklə özünü islah edir və əxlaqını düzəldir. Əxlaqında olan yanlışlıqları düzəldir və gözəl əxlaq sahiblərindən olur. Və təbii ki, bunların içərisində ikinci qism daha əfzəldir. Niyə? Çünki insan onu əziyyəti ilə, zəhməti ilə qazanır. O əxlaqı zəhməti ilə, əziyyətlə qazandığı üçün onun savabı insanın özündə olan əxlaqdan daha üstündür. Həmçinin qardaşlar, əxlaqı insan davranış növlərinə görə alimlər bir neçə qismə bölüblər. Və onlardan biri az önce dediyimiz kimi Allah Azze ve Celle ilə olan əxlaqdır. İnsanın Rəbbi ilə olan əxlaqıdır. Allah Azze ve Celle ilə olan əxlaq səndən istəyir ki, tək ona ibadət edəsən, ona heç nəyə şərik qoşmayasan. Çünki o səni yaradıb, sənə ruzi verən odur, öldürən, dirildən odur. Və bu halda da sən də bütün ibadətini sırf onun üçün etmən lazımdır. Və həmçinin əxlaqın ikinci qismi Rasulullah sallallahu aleyhi ve sellemə qarşı olan əxlaqdır. Və insanların içərisində ən gözəl əxlaq göstərməsi gerəkən şəxs Peyğəmbər sallallahu aleyhi ve sellemdir. Və Rasulullah sallallahu aleyhi ve sellemə qarşı olan əxlaqdandır ki, onun sözünü hər kəsin sözündən üstün tutursan. Ona qarşı olan əxlaqdandır ki, onu hər kəsdən çox sevirsən. Necə ki, Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, siz məni övladınızdan, valideynlərinizdən və bütün insanlardan, hətta özünüzdən və bütün insanlardan çox sevməyincə iman getirmiş olmazsınız.
Yani hatta insan öz nefsinden, en azizlerinden çok Resulullah sallallahu aleyhi ve sellem'i sevmelidir. Ve bu sevginin de gerektiği meselelere amel etmelidir. Bu sevgi senden gerektirir ki onun sözünü, nece ki Resulullah sallallahu aleyhi ve sellem'i mesela valideyinden çok sevirsen, Resulullah sallallahu aleyhi ve sellem'in sözünü de valideynin sözünden üstün tutmalısın. Nece ki Resulullah sallallahu aleyhi ve sellem'i öz nefsinden çok sevirsen, o zaman Peygamber sallallahu aleyhi ve sellem'in sözünü öz nefsin havasından üstün tutmalısın. Nefsin havasına değil, Resulullah sallallahu aleyhi ve sellem'in sünnetine uymalısın. Hemçinin güzel ahlakın, yani Peygamber sallallahu aleyhi ve selleme karşı olan ahlakın edebindendir ki onun adını çekende salavat getirmektir. Resulullah sallallahu aleyhi ve selleme karşı olan ahlaktandır ki onun mezarı yanında, sağlığında, öz yanında vefatından sonra da mezarı yanında sesi yükseltmemektir. Bakın bu hamısı Resulullah sallallahu aleyhi ve selleme karşı olan güzel ahlakın bazı nümuneleridir. Hemçinin insanın güzel ahlakta davranması gereken insanlardan en önemlisi onun valideynleridir. Allah azze ve celle onların hakkını Allah ve Resulünün hakkından sonra kaydedir. Ve Allah azze ve celle buyurur ki وَعْبُدُ اللّٰهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا Allah'a ibadet edin, ona hiç şerek koşmayın. وَبِالْوَالِدَيْنِ ihsana Valideynlerle de güzel davranın. Hemçinin başka ayette Allah Teala buyurur ki وَاِنْ جَاهَدَكَ عَلَى اَنْ تُشْرِكَ بِهِ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٍ فَلَا تُطِعْهُمَا Eğer onlar seni elimsiz olarak bana şerek koşmaya mecbur ederlerse onlara itaat etme. Lakin ne diyor? وَصَاحِبْهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا Dünya işlerinde onlarla güzel davran. Dünya işlerinde onlara karşı çobuzluk etme. Başka ayette Allah buyuruyor ki وَلَا تَقُلْ لَهُمَا uf Onlara uf kelimesi bile deme. Peygamber sallallahu aleyhi ve sellem de Allah ve Resulünün hakkından sonra en büyük hakkın valideyn hakkı olduğunu bize beyan edir. Hemçinin İslam'ın emrettiği haklardan biri insanın ailesine, evlatlarına karşı güzel ahlakta davranmasıdır. Resulullah sallallahu aleyhi ve sellem buyuruyor ki sizin en hayırlınız ailesine karşı hayırlı olanınızdır. Ben de sizin içinizde aileme karşı en hayırlı olanınızam. Ve hemçinin güzel ahlak senden talep edir ki insanlarla, Müslümanlarla güzel ahlakta davranırsan, Müslüman kardeşine her bir halinde yardımcı olasan, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki unsur ahaka zalimen ev mazlumen Müslüman kardeşine zalim de olsa, mezlum da olsa yardım et. Sahabeler diyor ya Resulallah, zalimi, mezlumu başa düştük. Zalime nece yardım edek? Peygamber sallallahu aleyhi ve sellem buyurur ki zalimin de elinden tut, mani ol zulüm etmeye koyma. Bu da onunla ona sana yardım etmeyindir. Ve bu hamısı güzel ahlakın senden istediği bir şeydir. İnsanlara zulmetme. Peygamber sallallahu aleyhi ve sellem buyurur ki Allah azze ve celle hadis-i kudüs'te buyurur ki ey kullarım ben öz nefsime zulmü haram ettim. Sizlerin de aranızda zulmü haram ettim. فَلَا تَظَالَمُوا Birbirinize zulmetmeyin. Birbirinizin hakkına girmeyin. Allah azze ve celle bir Müslümanın Müslümana zulmetmesini qadağan edir. Çünkü Resulullah sallallahu aleyhi ve sellem hadiste buyuruyor ki zulüm kıyamet günü zulmettir. Sahibi için zulmettir. Hatta yani sen müəyyən qədər haqlı olsan da belə hakkın olanın tələb elə. Hakkın olandan artığını istəmə. Resulullah sallallahu aleyhi ve sellem Muaz radiyallahu anh Yemen'e göndərəndə onu onlara əli olarak gönderir. İnsanların başçı olarak gönderir. Ve meşhur hadistir. Hadisin sonunda buyurur ki zekatı aldığın zaman malların yaxşısını götürmekten çekin. Onların malların en yaxşısını götürme, ortasını götür. Zekatta orta verilir. Ne diyeyim? وَاتَّقِ دَعْوَةَ الْمَظْلُومِ Mezlumun duasından kork. Çünkü onunla Allah arasında hiçbir hicab, hiçbir perde yoktur. Mezlumun duası kabuldur. Ona göre zulümden çekin. İslam əxlaqı Müslümanlara karşı senden bunu isteyir. Ve bir Müslüman da sana zulüm ederse o zulme karşı zulümle cevap vermeye tələsmə. Zulümle cevap verme. Eksine güzel ahlak göster. Allah Teala buyurur ki: "İdfa billeti hiye ahsen." Sen pisliği yaxşılıqla əvəz elə. "Ve idellezî beyneke ve beynehu adavetun ke'ennehu veliyyun hamim." Eğer belə edersense onun ve senin arasında olan düşmançiliğin yakın dostluğa çevrildiğini görürsen. وَمَا يُلَقَّاهَا اِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا اِلَّا ذُو حَظٍّ عَظِيمٍ Buna yalnız sabredenler ve büyük pay sahipleri ayrılar. Deməli insan hatta mezlum olarsa belə hemen intikam almağa tələsməsin.
çalışsın, əfv etsin. Çünki əfv etmək iman əhlinin sifətindəndir. Əfv etmək cənnət əhlinin sifətindəndir. Bağışlanan qulların sifətindəndir. Çünki Allah Teala buyurur ki: وَلْيَعْفُوا وَلْيَصْفَحُوا أَلَا تُحِبُّونَ أَنْ يَغْفِرَ اللّٰهُ لَكُمْ. Onlar da əfv edib bağışlasınlar. İstəmirsinizmi Allah da sizi bağışlasın? Bu ayə dəlildir ki, sən müsəlman qardaşlarının xətasını əfv edərsənsə, Allah Azze ve Celle də səni əfv edər, səni bağışlayar. Baxın, dinimiz hansı bir əxlaqı əmr edir. Heç zaman nəfsin üçün intiqam alma. Ayşə anamız radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem heç bir zaman nəfsi üçün intiqam almadı. Heç kəsdən nəfsi üçün intiqam almadı. Ona hansı əziyyətlər verən insanlar oldu, heç kəsdən intiqam almadı. Gözəl əxlaq səndən bunu istəyir. Və həmçinin İslam əxlaqının tələb etdiyi məsələlərdən biri də, gözəl əxlaqın səndən tələb etdiyi məsələlərdən biri də, hətta digər canlılara qarşı da gözəl əxlaqda davranmaqdır. Heyvanlara qarşı da gözəl əxlaqda davranmaqdır. Resulullah sallallahu aleyhi ve sellem bir hədisində buyurur ki, hətta baxın, insan heyvan kəsir, ətini yemək üçün heyvan kəsir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kəsdiyiniz zaman gözəl şəkildə kəsin. Sizdən biriniz bıçağını heyvanın gözünün qarşısında itiləməsin. Bunu dinimiz qadağan edir. Heyvanın gözünün qarşısında bıçağı itiləyib, onu qorxutmağa qadağan edir. Baxın, İslamın mərhəmətinə baxın. Kəsəcəyin heyvana qarşı belə mərhəmətli davranmağı əmr edir. Həmçinin Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, bir insan bir pişik üzərindən o səbəbindən cəhənnəmə daxil oldu. Onu həbs etdi, ona nə yemək verdi, nə su verdi və o şəkildə öldü. O da onun cəhənnəmə daxil olmasına səbəb oldu. Və başqa bir hədisdə Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, hər bir canlıda sədəqə var, hər bir canlıda əcr var. Yəni, hər bir canlıya etdiyin yaxşılıqda sənin üçün savab var. Baxın, dinimiz o şəkildə hətta heyvanlara, canlı, nəfəs alıverən heyvanlara qarşı rəhimkar, mərhəmətli olmağı əmr edir. Nəinki heyvanlar, hətta bitkilərə qarşı. Resulullah sallallahu aleyhi ve sellem döyüşlərdə düşmən üzərinə getdikdə ağaçları kəsməyi qadağan edir. Subhanallah, baxın, düşmənin ağaçlarıdır, kəsməyin ağaçları. Zəmilərə od vurmayın deyir. Dinimiz bu əməlləri qadağan edir. Baxın, İslamın əxlaqına baxın ki, heç bir canlıya, Allah Azze ve Celle yarattığı canlıya qıymağa sənə, haqsız qıymağa nədir? İzin vermir. Və dinimiz bizdən bunu istəyir. Və bu yüzdən də mümin çalışır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurduğu kimi, Allah Azze ve Celle'nin bizə öz kitabında əmr etdiyi kimi bu gözəl əxlaqı özündə cəm etməlidir. Əqulu hədəl qavl və əstəğfirullah li və ləkum min kulli zəm fəstəğfiruh innəhu huvəl qafurur rahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya vel murselin nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in ve ardallahumma an hulefai raşidin Ebu Bakr ve Umar ve Osman ve Ali ve ansayir ashabihi ecma'in ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Aziz Müslümanlar, ve İslam pis əxlaqdan, pis davranışlardan qadağan edir ve insanın bu sifətlərlə sifətlənməsini bizə haram edir. Allah Resulü sallallahu aleyhi ve sellem bir gün sahabeler soruşur ki, ya Resulallah, bir insan var, geceleri səhərə qədər namaz qılır, gündüzleri oruç tutur, lakin diliyle qonşularına əziyyət verir. Diliyle neyini? Qonşularına əziyyət verir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o cəhənnəm əhlidir. O cəhənnəm əhlidir. Baxın, insan çalışmalı pis əxlaqdan çəkinsin, pis davranışdan çəkinsin, dilinə sahib olsun. Pis əxlaqdandır ki, insan yalan söyləməsi onun pis əxlaqındandır. Yalan danışmaq pis əxlaqdandır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, insan yalan danışdıkça o Allah katında yalancılardan yazılar. Yalan günaha, günahsa cəhənnəmə sürükləyər. Və insan yalan danışdıkça Allah katında yalancılardan yazılar. Həmçinin pis əxlaqdandır ki, insan qəlbində müsəlmanlara qarşı, müsəlman qardaşlarına qarşı kin-küdurət bəsləyir. Bu gözəl əxlaqdan deyil. O istər-istəməz bir gün o kin-küdurət bizə vuracaq. Və həmçinin pis əxlaqdandır ki, müsəlmanlarda olan neymətə görə həsəd edir, paxıllıq edir. Niyə filan kəsin filan neyməti var deyə paxıllıq edir. Və bu gözəl əxlaqdan deyil.
Resulullah sallallahu aleyhi ve sellem buyurur ki İyyâkum vel hased. Sizi paxıllıq etməkdən çəkindirirəm. Çünki paxıllıq necə ki ateş, alov odunu əritdiyi kimi paxıllıq da insanın savablarını o şəkildə əridir. Ona görə insan pis axlaqın bütün növlərindən, eləcə də həsəddən, paxıllıqdan uzaq durmalıdır. Həmçinin pis axlaqdandır ki, insanların əməllərini açmaq, onların eyiblərini söyləmək, onların eyiblərini insanlar arasında yaymaq. İnnellezîne yuhibbûne en teşî'al fâhişetu fillezîne âmenû lehum azâbun azîm. Lehum azâbun elîm. Allah azze ve celle buyurur ki, o insanlar ki müminler arasında fuhuş əməllərin yayılmasını istəyirlər, onlar üçün şiddətli əzab var. Və Resulullah sallallahu aleyhi ve sellem bir hədisində buyurur ki, eğer bir insan bir mümin kardeşinin eybini örterse Allah da onun eybini örter. Lakin bir insan bir müminin eybini, gizli olan bir emelini açık insanlar arasında yayarsa Allah azze ve celle onun eyiplerini insanlar arasında yaymadıkça onu öldürmez. Ona göre Müslümanların eybini yaymak, onların gizli ettiği hataları yaymak İslam ahlakından değil. Ve insan bütün bu pis ahlaklardan uzak durması lazımdır. Allah azze ve celle'den istəyirəm ki, Allah azze ve celle bizleri Kur'an ve sünnet ahlakıyla ahlaklanan kullarından eylesin. Allah azze ve celle bizleri Peygamber sallallahu aleyhi ve sellem'in ahlakını öğrenip ona hakkıyla əməl edən kullarından eylesin. Allah azze ve celle bizleri pis ahlaklardan, pis davranışlardan korusun. Allah azze ve celle'den istəyirəm ki, Allah azze ve celle xəstələrimizə şəfa versin, vəfat etmiş müsəlmanlara rəhmət eləsin. Allah azze ve celle bizləri iman üzərində, haqq üzərində sabit olan kullarına eylesin. Onun dinini öğrenip, onu insanlar arasında yayan kullarına eylesin. İnna Allah ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel baghi ya'idukum la'allakum tezekkerun. Fazkurullaha yezkurkum ve eşkuruhu ala ni'amihi yazidkum ve la zikrullahi ekber. Vallahu ya'lemu ma tasna'un.